Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu tərəfindən akkreditasiyadan keçirilib. Bu sənəd Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına əmək mühitində təhlükəsizlik və sağlamlıqla bağlı beynəlxalq standartlara uyğun təlimlər keçirməyə, iştirakçıların bilik və bacarıqlarını qiymətləndirməyə, həmçinin IOSH sertifikatı təqdim etməyə imkan yaradır. Sənədi əldə edənlər artıq beynəlxalq səviyyədə əməyin təhlükəsizliyi üzrə ixtisaslı mütəxəssis hesab olunurlar. Bu təşkilatın lisenziyasını almaq və bu sahədə fəaliyyət göstərmək Əmək və Sosial Münasibətlər Akademiyası olaraq bizim kadr ixtisas artırma və kadrların inkişafı mərkəzi tərəfindən həyata keçirilən təlimlər vasitəsilə həyata keçiriləcəkdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv və tabe təşkilatlarının, o cümlədən bu sahədə fəaliyyət göstərən müxtəlif təsisatların nümayəndələri, eləcə də Əmək və Sosial Münasibətlər Akademiyasının məzunlarının bu təlimlərə cəlb edilməsi və bu beynəlxalq statuslu sertifikatları əldə etməsi bizə imkan verəcək ki, əmək bazarının tələblərinə uyğun olaraq rəqabətə davamlı fəaliyyət həyata keçirsinlər. Qeyd edək ki, IOSH dünyada əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyət göstərən nüfuzlu institutdur. Təşkilatın əsas məqsədi iş yerlərində risklərin minimuma endirilməsi və işçilərin sağlam və təhlükəsiz mühitdə çalışmasının təmin olunmasıdır.